Lige Nuxbeqanın 3-cü həftəsi Traktor Əşşarca ilə oynayacaq. Bir dənə oyunundan qabaq bir amar, iki timin qabaqki oyunları, yaxşı oyuncuları və rütbələri liglərində və Lige Nuxbeqanda istəyirəm ərz edeyim xidmətçə. Bizimlə yol bir olun. Əşşarca imarat 2 dənə vəziyyət tərifləmək olar bu fəslidə. Bu əvvələn bunu ərz edeyim xidmətçə. Keçən il yadınızda olsa biz Lige səthi 2-yi Asiyada idik və mütəəssifanə bir dənə çox həsrətli oyunda ki, Ət-Tavunla oynadıq. Bir dənə burada vuranmadıq, neçə mövqeyyatımız getmədi və orada da 2-2-yə müsavə elədik. Penaltıda mütəəssifanə Ayət Səccadı ilə Şiri qol eləyənmədilər penaltıların və həsf olduq. O ligdə çox cəlibdir ki, Əşşarca imarat getdi finalda və qəhrəman çıxdı. Yəni biz qəhrəmanı Lige səthində onunla oynayacaq və çox cəlibdir bu. Yəni mən fikirlərim həttəmən biz geçsəydik finala ehtimal qəhrəmanımız çox idi. Hər halda Əşşarca həman timdir ki, gəldi Xemezin qabağında o ili ki biz getmişdik play-offa və əvvəl həftələrdir və Pjanic də bunların oyuncularıydı. Çox şaxis bir dənə oyuncu, Bosnalı oyuncu ki, Barcelonada da oynayıbdı, Juventusda oynayıbdı. Çox bir dənə etkili, çox bir dənə təsirli oyun oynadı qabağımızda və mütəəssifanə 3-1-ə biz axir oyuncu biz Əşşarcanın qabağında oynamışıq, uduzmuşuq. Deməli beləxərə bizim də tim, onların da timləri bir də dəyişikliklər ki, elə mürəbbidə biridir, əncam tapılıbdır. Əşşarca öz ligində 10-cudur və əslində yaxşı nəticələr almayıbdır. Yəni mənə lig imaratda. 5 dənə oyun oynanıbdır, bir dənə utubdur, bir dənə müsavə edib və 3 dənə baxtı vardı. Və təfazılı da minhaya 1-dir. Və müşan verir ki, ərz elədim, yaxşı nəticələr almayıbdır və mürəbbisi də ləbiyə tiğdə deyildi istilahən. Ehtimalən əgər bizim qabağımızda inşallah uduzsalar, ehtimal ixrac mürəbbilər də var ki, bir dənə Serbistanlı Miloš adında mürəbbiləri vardı. Və o tərəfdən Lige Nuxbeqanı Asiyada bunlar bərəqsi öz ligləri yaxşı nəticə alıblar və 2 dənə oyuncu biz müsahibə eləmişik və 2 imtiyazımız var. Əşşarcanın 4 imtiyaz var. Nə cür olub 4 imtiyazı? Bir dənə gedib Əl-Qərafənin oyuncu Qətər timidir. Onun otub deyə bir dənə çox tamaşalı bir həyəcan əngiz yaxşı bir top oynayıbdı. Və 4-3-ə comeback vurubdur və oyunu 2-2 comeback vurdu. Yəni mən oyunu kamil baxmışam. 2-2 düşür dalıya, sonra 2-2 eləyir. Əlbəttə penaltı çox tutulur bu oyunda. Və sonra 3-2-yə gün Əl-Qərafə düşür qabağa və axır dəqiqələrdə 4-3-ə müvəffəq olur Əşşarca uta və 3 imtiyaz oradan alır. Və bir dənə də Əsədin qabağında ki, yenə Qətərin timidir. Əşşarca eləyə bilib, bir dənə 1-1-ə müsavə edib və 4 imtiyazdan rədi 3-i Asiyada qərar tapsın ki, rədəsi bizdən çoxdur, biz 8-ci rədədiyik və Əşşarca Asiyada bərəqsi lig yaxşı nəticələr alıbdır. Və oyunculardan ki, ərə tapıla bilən biləcə təsir quzardı. Osman Kamara ki, həman Əl-Qərafənin oyununda da bir dənə penaltı aldı və bir dənə də qol vurdu. Bir dənə etkili, yaxşı oyuncu göstəribdi və Kayo bir dənə qədimi oyuncuları var ki, fikirlərim bizim qabağımızda da elə Təbrizdəki oyun vardı, orada da oynurdu və Reymanat adında bir dənə oyuncudur ki, 2 dənə qol eləyə bilibdi ki, Asiya Lige Nuxbeqanında Əşşarcaya vura. Və bizim də ki, bir dənə tək qolumuz 2 dənə oyunda bir qol vurmuşduq ki, Eşterkalı vurubdu. Və axir 3 dənə oyun oynamışıq biz Əşşarcanın Kullen Asiyada ki, birini ərz elədim, 3-1 uduzmuşuq təəssüfanə. Bir dənə 2-1-ə, 2-2-ə müvəffəq olmuşuq ki, 4400-cü ildə fikirlərim mütəmərkiz bərqərar olduğunda. Utaq bilələrin Rəsul Xətibin zamanı olacaqdı bu. Rəfd oyunu ki, 1-ci ayın 28-də idi. Biz heç-heçə müsahibə eləmişik. Yəni də həqiqət bizim təqabülümüz Əşşarcanın qabağında bir dənə müsavi, bir dənə biz utmuşuq, bir daha doğrular utublar. Yəni hamısının qabağında 1-1-1. 28 mehrdə bu oyun bərqərar olacaq Əşşarcan meydanında və
Umuraq ki, yaxşı bir top oynayaq. Hala bir FIFA-da necə ki vardı bir neçə gün, təqribən 10 neçə gün vəsətdə fürsət vardı. Mən ümidvaram ki, kadr fənnimiz bu təmrinlər ki bərqərar olubdu, qolzəni məxsusən müşkülümüzü həll eləmiş olsun. Bir dənə də xoş xəbərim budur ki, Mehdi Turabi ki bizim təqribən Alvez gedəndən sonra bazı sahəmizin çox böyük demək olar ki, yükü düşmüşdü onun boynuna. O gedibdi xoşbəxtانه və ehtimalən Şarjənin qabağında fiks oynayacaqdı. Allah amadəli olsa. Və bir dənə də ki, ayrı xoş xəbər Mehdi Hüseyni halfback Rizi nəqş deyirlər. Yaxşı bir də oyuncularımızdan ki, düzdür fiks oynatmaya ehtimalən. Bəli, o da gedib təmrinlərə feylən və ehtimalən tezliği qeydəcək meydana və mənim nəzərimə yaxşı bir xəbərdir və təvizlər də məxsusən 2000-ci ilmə yaxşı bir təsirgüzar təviz ola bilər biləmizə. Və bu oyundan eləyə bilsək biz başımıza çıxaq və 3 imtiyazı alaq Şarjədən ki, çox dur az dəstələr, məxsusən o nəticələr ki, ligində alıbdı. Xətti difaisiz bir şiddət zəifdir, qol yerdə zəifdir. Mən oyunlarına baxırdım və eləyə bildik biraz diqqətlə, biraz təmərküzlə. Bu timdən bərəks o 2 dənə tim ki, vaqəən oynayan tim idi İmaratın. Əşşəbabla ərz olsun ki, Əl-Vəhdə. Bu Şarjə nisbətən onlara görə biraz zəifdir və eləyə bildik biləsindən imtiyaz alaq. Əgər eləyə bilsək biz 3 imtiyazı bu oyundan alaq, 5 imtiyazla öz rütbəmizi cədvəldə həttəmən ki, təqviyyət edəcək və vaqəən bir böyük addım atacaq Suuda və mərhələyi həsviyə getmək üçün. Çünki bilirsiniz 3 dənə İmarət timini bu axır oyunumuz ki, İmarət timlə oynayırıq və gedəcək Qətər timlə oynayırıq və inşallah gələn videolarda bunların görə müfəssəl söhbət eləyəcək. Bizi subscribe ilə dəstək olun. Hər seri kimin xahişim olacaq ki, gəlib videolarımıza baxanda həttəmən like ilə, komment yadınızdan çıxmasın. İnşallah oyundan sonra da həttəmən video ona xidmətçisi olacaq. Yaşasın Azərbaycan, yaşasın traktor.